Bekar, tənbəl adam bu dinə yarayan adam deyil. Heç nə nəticə əldə eləyə bilməyəcək dindən. Görürsən, günah eləmir, fəsad eləmir, amma rahat tələbdir, darıxma. Gün gələcək, ən böyük cinayətlərə imza atacaq. Və bunda zəiflik saymırıq axı. Fəsadı dərhal həyazan təbili çalırıq ki, mən bu günah elədim, amma rahatlıq deyə tənbələm də neyniyim məsələn? Küsürləri bir-birindən cavanlar dalaşır, əsəbləşir bir-birinin üstünə, heç nədən görsən qışqırır. Nəyin nəticəsidir? Əsəblik zəifliyin əlamətidir. Xoşuna gəlməyən bir şey əsəbləşir də adam. Bu qədər rahat tələb istəyir, hər şey bunun xoşuna gələn kimi inkişaf eləsin. Bir balaca pozulanda özündən çıxır. Valideynin üzünə qayıdır, dava salır, günahlara yol açır. Hədisdə var, əsəbləşdin, səbr elədinsə, cavab qaytarmadınsa, dostluğa belə. Bütün günahlarımın kəffarəsidir. Çünki səni çox gücləndirir, möhkəmləndirir. Həyatda mütləq narahatçılıqlar olacaq, bu həyatın qanunudur. Mühüm olan səni narahat edən şeylərə reaksiyondur. Hansı şəkildə reaksiya verirsən? Zəif adamlar özündən çıxır, çünki rahat tələbdirlər. Mən sizə bir söz deyim, rahat tələb uşağa din öyrətmək də təhlükəlidir. Çünki sabah dini də öz nəfsinin xidmətinə gətirəcək. Sən ona din öyrətməyə tələsmə. Sən ona din öyrətməyə tələsmə. Sən onu rahatlıqla mübarizəyə çağır, onun qəlbində zəmin yaranacaq. Sonra elə asından tutacaq dini. Din elə onun əyninə biçilib. Din rahatlığı ilə mübarizə aparan adamlar üçün bir maqnitdir, cəzb eləyəcək, tapacaq o dini. Biz dini tərbiyə bilirik ki, məsələn, imamların adı bu demirəm, onu da öyrətmək olar, amma əsas dini tərbiyə o deyil. Dini tərbiyə rahatlıqla mübarizə, zəmin yarat ki, din onun qəlbində otura bilsin. Tərbiyənin deyərdim əsas mövzusudur. Bugün qərb mədəniyyətinin əsas qayəsi, qaynağı həmin bu rahat tələblidir. Əfərəeytə mən ittəxəzə ilahəhu həva. Mən neçə dəfə demişəm, bu Quran ayəsi qərb mədəniyyətinin Quran dili ilə ifadəsidir. Gördünmü öz həvai nəfsini özünə Allah edən insanları? Öz nəfsinə ibadət eləyən insanları? Kefin nə istəyir, onu elə məntiqi ilə yaşayan, ad günlərində deyib, bütün arzularla çatasan, 100 yaşayasan, 1000 yaşayasan, indi artırıbla 1000 dillər yaşayasan. İldən-ilə artır maşallah. Bu qeyri-real bir həyatı real kimi göstərmək, güya məsələn insan hər arzusuna çata bilər. Bu belə deyil, bu həyatın reallıqları tam bunun əksidir. Uşağı həyatla tanış eləyəndə birinci tanış olası ayə budur. Ləqəd xələqnəl insanə fi kəbəd. Biz insanı çətinlikdə yaratdıq. Biz insanı çətinlikdə yaratdıq. Dindarları yox, dünyanın qaydası, yaşayışın qaydası budur. Peyğəmbər buyurur ki, mən təəccüb edirəm, insanlar elə şey axtarır ki, Allah onu yaratmayıb. Dedilər, nədir dünya rahatlığı? Dünyada rahatlıq adında şey yoxdur. Nə mömin üçün yoxdur, nə kafir üçün. Yoxdur, dünyanın mahiyyətində yoxdur bu şey. Kafirin də istədikləri olmayacaq. Kafirin də istədikləri toqquşacaq. Mütləq olur ki, bunun istədikləri baş verməyəcək. Bir var, həyat səni zorla istədiyindən ayırsın. Bir var, həyatın axarı səni istəklərin olmamasına gətirib çıxarsın. Bir də var, özün könüllü istəkləri idarə eləyəsən. Allah yolunda pul verməyən adam söyə-söyə, qarğış eləyə-eləyə olub həyatınızda birinə verirsən, amma qarğış eləyə-eləyə. Məcbursan verməyə. Onu könüllü versəydin, bu başvura gəlməyəcəkdir. Burada nə əcrin var, nə qazancın var, heç nə. Depressiya, stres verir, həmən məbləğdə ondan artığın verir. Bir də var, könüllü. Hələ ki, səndən tələb eləyən yoxdur. Allah üçün özün öz istəyinlə mübarizə aparıb, qopardı ürəyindən verirsən. Bunu ver ki, onlardan sığortalanasan. Olmayan da həyat elətdirəcək sənə bunu. Həyat. Həyat mütləq elətdirəcək. Baxmayacaqsan, möminsən, kafirsən. Həyat sənin canından onu çıxardacaq, amma da qışqıra-qışqıra verəcəksən. Bir var, könül xoşluğu ilə verəsən. Bir var, əsəbləşə-əsəbləşə, söyə-söyə, qarşı tərəf burnundan gəlsin, heç sağ işlətməsin filan, dərmana versin filan. Bir var, belə verəsən, bir var, könül xoşluğundan ayırasan bir ehtiyaclı adama, bir xeyirli bir işə, faydalı bir işə.
Cavanlar daş qaldırırdı Peyğəmbər keçdi yanlarından. Dedi, bu yaxşı işdir, amma əşcəun nas mən qələbə həva. İnsanların ən şücaətlisi nəfsinə qələbə çalandı. Özünə yox deməyə bacarandı. Mən çox vaxtınızı almayayım, biraz yavaş-yavaş bəhsin əl-ayağını yığım. Sən əziyyəti həyatdan silə bilməyəcəksən. Kim sənə desə ki, problemsiz həyat sənə arzulayıram, dinən ki, mən başımı allatma, belə dua eləmə, olmayacaq belə şey. Problemsiz həyat olmur. Problemləri azalda bilərik və problemlərdən faydalana bilərik, biz iki iş görə bilərik. Problemləri azalda bilərik və faydalana bilərik. Məsələn, sən idmanın əziyyətini çək, əziyyət əziyyətdir. İdmanın əziyyətini çəkirsən, hə? Ya belə özün gedirsən çətinliyyətlərə, ya idman eləmirsən, yiyirsən, yatırsan, xəstəliyin əziyyətini çəkirsən. Əziyyət var. Bir bax, sən birincini elə. Sən maksimum bunu eləyə bilərsən. Yox, əziyyətsiz mümkün deyil. İkisindən bir, niyə idmanın əziyyətidir, ya xəstəliyin əziyyətini seçim elə. Din bunun üçün gəlib ki, asanlaşdırsın sənin üçün. Optimal yollarını göstərsin. Nizam-ı-din müxalifətul həva əleyhissalam buyurur. Buyurur, dinin nizamı, dinin intizamı, dinin yəni binasının o, nəyin deyim sizə, binanı saxlayan sütun nəfsündən mübarizədir, özündən mübarizədir. Uşağı tərbiyə eləyərkən birinci ona təlqin elə ki, dünyanın ən pis sözü ürəyin belə istəyir sözü. Din öyrətməsən də olar. Din gələcək dalıca. Bunu başa düşsə, ürəyim belə, hərdən uşaq deyirdi, məsələn, istəyirəm də mən neyim, istəyirəm söz deyil, sözüm var, söz deyirəm. Uşağı uşaqlıqdan başlasın. Mən belə istəyirəm, yox, belə istəyirəm, söz deyil, olmadı bu. Sözüm var, söz deyilən, oturaq atası ilə, anası ilə danışsın, məntiq gətirsin hərəkətinə, dəlil gətirsin. Biz belə bir mədəniyyət formalaşdırmalıyıq, böyük görsənsə də, bilmirəm, bəlkə də öz həzmimdən, gücümdən artıq söz danışıram. Biz yeni bir mədəniyyət formalaşdırmalıyıq ki, onun əsasını tələbli ilə, rahatlıqla mübarizə təşkil edir. Bunu gənclərimizə aşılamalıyıq, evlərimizdə, tərbiyədə bu məsələyə xüsusi önəm verməliyik. Qərb mədəniyyətinin qarşısında duruş gətirməyin, o immunitetin yeganə yolu bu mədəniyyətin bizdə formalaşmasıdır. Uşaqlara başa salmaq lazımdır ki, əziyyəti azaltmaq olar, idarə eləmək olar, amma aradan aparmaq olmaz, düzgün də deyil. Necə azalda bilərik? Düz yaşamaqla. Bilirsiniz, bizim həyatımızda olan çox əziyyətlər artıqdır, lazımsız, özümüz yaratmışıq özümüz üçün. Bir çox əziyyətlər. Bir çox əziyyətlər var ki, özümüzün səhvlərimizin nəticəsidir. Və mən ə'rəzə ən zikri fə innə ləhu məişətən zənka. Kim məni yad eləməkdən üst çevirsə, onun həyatı ağır, sıxıntılı keçər. Bu sıxıntı zati sıxıntı deyil. Bunu sən yaratmışsan. Hədislərdə var ki, insan haram tikə yeyir, ondan sonra görürsən bir xəstəliyə səbəb olur. Bu xəstəlik olmayacaqdır. Özün yaratdın. Bir görsən gedir, məsələn, İmam Rızanın ziyarətində ağlayır, tənhalıqdan şikayət eləyir. Araşdırırsan, bu sıxıntı ki var bunda, qaynağında paxıllıq var, həsəd var. Həsədin qəminə düşüb. Niyə görə bu həsədi inkişaf elətdirmirsən ki, onun əziyyətini çəkirsən? Bu artıq izafi əziyyətdir. Bəzi əziyyətlərimiz var, təkəbbürdən qaynaqlanır. Bəzi əziyyətlərimiz var, hərislikdən qaynaqlanır. Bunları vaxtında ürəyimizdən çıxardanda o qədər əziyyətlərdən uzaqlaşmış oluruq. İkincisi, öz inkişafın üçün əziyyətlərdən istifadə eləmək. Gənclər, məsələn, idman dini göstərişdir. Məsələn, təhsil dini göstərişdir. Təhsil yolunda əziyyət çəkir, yəni nə? Yəni, təhsil üçün çalışan adam istəyinin əleyhinə gedir də. Başqalar oynayanda oturub, deməli, burada rahatlığını pozdu da təhsillə. Elm bunun üçündür, əsas. Elmin əsas faydası diplom alıb vəzifə tutmaq deyil. Elmin əsas faydası budur ki, elm uğrunda çalışan insan istəyi ilə mübarizə aparmalıdır. Rahatlığı ilə mübarizə aparmalıdır. Elmin faydası, nuraniyyəti bu rahatlıqla mübarizə aparmaqdadır. Amma biz motivasiya eləyəndə uşaqlarımıza deyirik, həmişə demişəm bunu. Dərs oxumasan, hambal olacaqsan, süpürgəsi olacaqsan, dərs oxu, vəzifə tut, pul qazan və s. Bu da uşağın son məqsədi. Ən böyük xəyanətdir o arzunu uşaq üçün təyin eləmək.
Onu da maddi bir elmdə bugün düzdür uşaqlar indi elm oxuyur amma hansı səbəbdən oxuyur? Elmdə çevrilib olub büt yarışma vasitəsi ata-analar uşağının elmini də öz şöhrət vasitəsinə çevirir. Mənim uşağım Harvardda oxuyur, onun uşağı falan yerdə oxuyur. Uşaq olub bunun oyuncağı ki, o oxusun, bu 5 dənə kişinin içində fəxrləsin, mənim uşağım falan yerdə oxuyur. Budur bu elmin nə nəticəsi olacaq cəmiyyət üçün. Elmə də vadar eləyəndə ona görə vadar elə ki, elm oxu ki, elm oxumaqla insan olursan. O baxımdan ki, elm oxuyan insan özünü vadar eləyir, rahatlığını pozur. Keyf istəyən eləmir, inkişaf edir, olur güclü şəxsiyyət. Sözümü yekunlaşdırıram, imamlarımızın həyatına baxın. Bu dediyim o, həmin o cahil dindar keçirdi, gördü İmam Musa Kazım əleyhissalam yer şumlayır. Yer qazır, nə bilim, məsələn, belləyir. Müqəddəs bazda axı, mütləq bir söz deməlidir. İmama da ağıl qoyacaq. Dedi ki, siz, mən bilməzdim, sizin ata-babalarınız zahid olub, filan olub, siz günün altında dünya, məhəbbəti sizi buracan çatdırıb ki, oturub günün istisində iş görürsünüz. Həmişə fikir vermişəm, imamlar belə adamların qabağında çox sərt danışıblar. İmam baxdı, dedi ki, mən burada işləyirəm ki, sənin kimlərə möhtac olmayayım. Mən burada işləyirəm ki, Allahın xoşu gəlir bir əziyyət çəkən adama rəhmət nəzəri ilə baxır. O rəhmət nəzərini qazanmaq üçün gəlib günün altında işləyirəm. Bəzi günahlar var, deyir ki, heç nə ilə yuyulmaz, alın təri var. İşləyirsən, alnından tər axır, deyir, o günahların kəffarəsi odur. Bəzi günahlar var, tövbə ilə də bağışlanarsan, təsiri çıxmaz qəlbdən. Mənfi təsiri çıxmaz. Əleyhissalam səhərdən çıxırdı axşama qədər. Mən bir Arifin kitabını oxuyurdum, sizə danışmışam onun haqqında. Həddad adında. Nalbənd idi, səhərdən axşamacan Kərbəlanın istisində deyir, qəpi quruşa dəmir döyürdü istinin altında. İsti oruz günlərində axşamacan deyir, işləyirdi. Bəzi günlər qazancını şagirdinə verib gedirdi, amma işləyirdi. Arif budur, Arif tənbəl oturub əlinə zikir, təsbih alın zikir deyim, bu Arif deyil. O müqəddəs baz, sufi məslək adamlardır. Əziyyətdən qaçmaq axmaqlıqdır, üzr istəyirəm. İdarə eləmək, əziyyəti düzgün istiqamətə yönəltmək məharətdir.